ona siqaret göndərir. Amma onu doğan anıya ayağına bir dənə corab almır. Onu nə bilim bacısına bir dənə gül almır. Nəyə görə edir? Qoy bunun izahatını verim. O türmədən çıxacaq, mənə dəstək olacaq. Mən onun sayəsində onun böyründə tula kimi fırlanacam. Mən hörmətli oğlan sayılacam. Onun sayəsində məni kişi biləcəklər. O məni öz himayəsinə alacaq. Belə də gəlir nə olur? O insan bunu əlində tulası eləyir. Kimisə vurmaq lazımdırsa bunun əlindən vurur. Döymək lazımdırsa bunun əlindən döyür. Sonra türməyə gedən də bu olur. Özün əsəbi olarsan, həyatdır, başına insanın hər şey gələ bilər. Amma sən yəni nə qədər avvamsan ki, özünü belə deyim də, hörmətə qaldırmaqdan ötəri, özünü belə deyim də, nə qədər aciz oğlansan ki, kiminsə də şotuna özünü yaxşı oğlan bilməyə çalışırsan. Mən ergən yaşlarımda o qədər qaqa tipli oğlanları tərifləyirdilər ki, o qədər qaqa mahnıları var idi ki, hələ indi polislərimiz sağ olsun bu kimi təbliğatları bir növ yığışdırıblar da. Mən fikirləşirdim ki, kişilik elə qaqa olmaqdır, kişilik elə varavskoy olmaqdır. Yaxşı oğlan türmədə yatmırsa bir oğlan, o yaxşı oğlan deyil deyə düşünürdüm. Yəni bu düşüncədə olduğum bir vaxtlar olub. Bunlar da mənə nədən gəlib? Ergənlik dövrümdə o belə deyim də, kütlə psixologiyasından. Bu adam gözünü açır, atasını, əmisini belə danışan, belə jargonunu görür. Siz bir də əmin olun ki, o varavskoydan danışan qaqalar var ha, oğruları nəzərdə tutmuram. O əl altıları, o tulalar, cobutca deyim. O tulalar elə zəifləri əzənlərdir. Burada deyirlər ki, zəifə dəstək olur. And ol Allaha zəif əzən onlardır. Gözümlə görmüşəm. Məktəbdə də görmüşəm. Hansısa da zəif oğlanın başına şillə vuranlar da o qaqa tipli oğlanlardır. Nə bilim, siqaret dilənənlər də onlardır. Nə bilim, o diləndikləri pulla zona peredasiya göndərənlər də onlardır. Ya, öz səhvlərinizi hər kəsə deyirəm. Söhbət burada o Varavskoydan da getmir. Öz səhvlərinizi insanlara səhv kimi tanıtmağı bacarın. Səhvlərinizi düz kimi tanıdıb, özünüzlə bir 10 nəfəri də uçuruma aparmayın. Məsələn, narkomansansa, denəm mən çox pis bir iş görmüşəm. Mənim kimi olmayın. Sən narkomansansa demək ki, ayda mən atdığım dərmanın bomba keyfi var. Mən atdığım dərman belə hallandırır. Çox sağ olun bu arada, dəyəri vaxtınızı mənə ayırdınız. Ümumiyyətlə varlasan, sən bizim bırakmırsan, özünə yaxşı bax. Çox sağ olun. Allah razı olsun. Sağ ol.